Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyada vətəndaşlığın ləğvi ilə bağlı yeni təklif irəli sürülüb. Belə ki, Rusiyada sosial ödənişlər və mənzil güzəştindən istifadə etmək məqsədi ilə vətəndaşlıq alan şəxslərə qarşı yeni məhdudiyyət təklif olunur. Rusiya Liberal Demokrat Partiyası vətəndaşlıq aldıqdan sonra üzürlü səbəb olmadan 6 aydan artıq ölkə ərazisində yaşamayan və əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərin əldə etdikləri Rusiya vətəndaşlığının ləğv edilməsini təklif edib. Təklifin müəllifləri hesab edirlər ki, bu addım Rusiya vətəndaşlığından yalnız sosial ödənişlər, güzəştlər və mənzil dəstəyi əldə etmək məqsədi ilə istifadə hallarının qarşısını ala bilər. Hazırda bununla bağlı qanun layihəsi hazırlanır və sənəd hazırlandıqdan sonra Dövlət Dumasına təqdim ediləcəyi bildirilir. Təklifə əsasən söhbət məhz Rusiya vətəndaşlığını sonradan əldə etmiş şəxslərdən gedir və vətəndaşlığın ləğvi ilə bağlı yeni mexanizmin hansı hallarda və hansı prosedurlar tətbiq ediləcəyi isə qanun layihəsində müəyyənləşdiriləcək. Rusiyada xarici tələbələr üçün vahid rus dili imtahanı tətbiq oluna bilər. Məlumata əsasən Rusiyada ali məktəblərə qəbul olmaq istəyən xarici vətəndaşlar üçün rus dili üzrə vahid qəbul imtahanının tətbiqi planlaşdırılır. Bununla bağlı imtahan konsepsiyası artıq hazırlanıbdır və yeni sistemə əsasən Rusiyada universitetə daxil olmaq istəyən xarici abituriyentlərin rus dili biliyi standartlaşdırılmış imtahan vasitəsilə qiymətləndiriləcək. Hazırda xarici vətəndaşlar rus dili üzrə imtahan verirlər, lakin imtahanın məzmununu və keçirilmə forması universitetlərin özləri müəyyənləşdirir. Yeni konsepsiyanın məqsədi xarici abituriyentlər üçün rus dili üzrə vahid qəbul imtahanı mexanizminin yaradılmasıdır. Bildirilib ki, layihənin konsepsiyası artıq hazırlanıb və bununla bağlı işlər davam etdirilir. Qeyd edim ki, xarici tələbələr üçün standartlaşdırılmış rus dili imtahanının tətbiqi ilə bağlı tapşırıq isə hələ 2025-ci ilin yanvarından verilib. Yeni qaydanın nə vaxt qüvvəyə minəcəyi və imtahanın konkret formatının necə olacağı isə hələ açıqlanmayıb. Azərbaycan Mərkəzi Bankı Zalotaya Korona köçürmələrinin dayandırılmasına münasibət bildiribdir. Belə ki, Azərbaycandan Rusiyaya Zalotaya Korona ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı açıqlama yayıbdır. Qeyd olunub ki, banklarla ödəniş sistemləri arasında əməkdaşlıq qarşılıqlı razılaşmalar əsasında həyata keçirilir və Mərkəzi Bank bu münasibətlərə müdaxilə etmir. Bildirilib ki, banklar tərəfdaşları ilə əməkdaşlıqla bağlı qərarları yeni qanunvericinin tələblərinə və müxtəlif risk faktorlarını nəzərə alaraq müstəqil şəkildə qəbul edirlər. Mərkəzi Bank məsələ ilə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslərə Zalotaya Korona sisteminin fəaliyyətini təmin edən təşkilata və həmin ödəniş sistemi ilə əməkdaşlıq etmiş banklara müraciət etməyi tövsiyə edibdir. Məlum olduğu kimi, son zamanlar Azərbaycandan Rusiyaya Zalotaya Korona vasitəsilə pul köçürmələrinin dayandırıldığı barədə məlumatlar yayılmışdı. Bir sıra banklar xidmətin hazırda texniki səbəblərdən əlçatan olmadığını bildirirlər. Unibank və Yellow Bank sistemlə əməkdaşlığın davam etdiyini, lakin yaranmış texniki problemlər səbəbindən Rusiya istiqamətində köçürmələrin müvəqqəti mümkün olmadığını açıqlayıbdır. Bundan başqa, Zalotaya Koronanın rəsmi saytında Azərbaycan hazırda pul göndərilən və qəbul edilən ölkələr siyahısında göstərilmir. Məlumatlarda məhdudiyyətlərin Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə əlaqəli olduğu da bildirilir. Həmin sanksiyalar çərçivəsində Zalotaya Korona sisteminin operatoru olan Rusiyanın Platejny Center qeyri-bank kredit təşkilatı sanksiya siyahısına daxil edilib. Moskvada Amina tətbiqindən istifadə qaydaları genişləndirilir. Belə ki, Rusiyanın Moskva şəhəri və Moskva vilayətində əcnəbilərin miqrasiya qeydiyyatı ilə bağlı Amina mobil tətbiqinin tətbiq dairəsi genişləndirilir. 2026-cı il sentyabrın 1-dən etibarən Amina tətbiqi 18 yaş və yuxarı olan daha bir sıra əcnəbi kateqoriyalar üçün Moskva və Moskva vilayətində miqrasiya qeydiyyatına düşməyin yeganə üsulu olacaq. Yeni qaydalar Azərbaycan, Özbəkistan, Tacikistan, Moldova, Gürcüstan, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızstan vətəndaşı olan tələbələrə şamil ediləcəkdir.
Həmçinin bu ölkələrin vətəndaşlarından 90 gündən artıq müddətdə və əmək fəaliyyəti ilə bağlı olmayan məqsədlərlə Rusiyaya gələnlər də Amina vasitəsilə qeydiyyata alınmalı olacaqlar. Bundan başqa Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin, yəni Ermənistan, Qazaxıstan və Qırğızstan vətəndaşı olan əmək miqrantlarının ailə üzvləri üçün də yeni qayda tətbiq ediləcək. Bununla yanaşı, ölkədə qalma müddətinin uzadılması qaydaları dəyişmir. Tələbələr üçün bu proses təhsil müəssisəsinin vəsatəti əsasında, Avrasiya İqtisadi İttifaqı ölkələrindən olan əmək miqrantlarının ailə üzvləri üçün isə əmək müqaviləsinin sürəti təqdim edilməklə həyata keçiriləcək. Digər vizasız əcnəbilər isə qəbul edən tərəfin ərizəsi və ya vəsatəti əsasında müddətin uzadılması üçün müraciət edə biləcəklər. Əgər əcnəbi vətəndaş kimi 26-cı il sentyabrın 1-nədək artıq miqrasiya qeydiyyatına düşübsə, onun qeydiyyatı qüvvədə qalacaq. Qeydiyyat müddəti başa çatdıqdan sonra isə yeni qaydalara uyğun olaraq Amina tətbiqi vasitəsilə yenidən qeydiyyata düşmək tələb olunacaq. Yetkinlik yaşına çatmayan əcnəbilər, həmçinin müvəqqəti yaşama icazəsi və ya yaşayış icazəsi olan şəxslər üçün isə qaydalar dəyişmir. Onların miqrasiya qeydiyyatı üzrə bildirişi qəbul edən tərəf tərəfindən ərazi üzrə Daxili İşlər Nazirliyinə təqdim edilməlidir. Azərbaycan vətəndaşları üçün isə xüsusilə vacib məqam isə budur ki, Moskva və Moskva vilayətinə işləmək məqsədi ilə gələn Azərbaycan vətəndaşları əvvəlki qaydada Amina tətbiqini məcburi şəkildə yükləməli və istifadə etməlidirlər. Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin qatarlarının təyin edilməsi ilə bağlı işlər davam etdirilir. Gürcüstan dəmir yollarından bildirilib ki, əlavə reyslərin təşkili ilə bağlı Gürcüstan tərəfindən hər hansısa çətinlik və ya maneə mövcud deyil. Məlumata görə Azərbaycan və Gürcüstan dəmir yolları hər iki istiqamətdə əlavə sərnişin reyslərinin təşkili üzərində birgə işləyir və hazırda tərəflər arasında bununla bağlı müvafiq müzakirələr və razılıq prosesi aparılır. Əlavə qatarların hansı tarixlərdə hərəkət edəcəyi isə hələ müəyyənləşdirilməyibdir. Gürcüstan dəmir yolları qeyd edib ki, reyslərin tarixləri müəyyənləşdikdən sonra bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək. Əlavə qatarların təşkili Bakı-Tbilisi marşrutunda son günlər müşahidə olunan yüksək tələbat fonunda gündəmə gəlibdir. Xüsusilə Gürcüstandan Azərbaycana səfər etmək istəyən sərnişinlər arasında biletlərə maraq yüksəkdir. Buna görə də sosial şəbəkələrdə bilet çatışmazlığı və biletlərin qısa müddətdə tükənməsi ilə bağlı çoxsaylı müraciətlər yayılıbdır. Bir sözlə, hazırda əlavə reyslərin təşkili istiqamətində konkret iş aparılır, lakin qatarların hərəkət tarixləri hələ açıqlanmayıbdır. Tarixlər müəyyənləşdirildikdən sonra sərnişinlərə rəsmi şəkildə məlumat veriləcək. Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə bilet satışı müddətini artırır. Yeni qaydalara əsasən artıq biletlər 30 gün deyil, 44 gün əvvəldən satışa çıxarılır. Növbəti günlərdə bu müddət mərhələli şəkildə artırılaraq 90 günə çatdırılacaqdır. Bu dəyişiklik sərnişinlərə səfərlərini daha əvvəl planlaşdırmaq imkanı verəcəkdir. Xüsusilə yay mövsümündə turizm və ailə səfərləri zamanı bu yeniliyin sərnişinlər üçün daha əlverişli olacağı bildirilir. Eyni zamanda daha uzun müddət üçün bilet satışının açılması ADR sərnişin tələbatını əvvəlcədən müəyyənləşdirməyə və ehtiyac yarandıqda əlavə vaqonların qoşulması ilə bağlı qərarları daha operativ qəbul etməyə imkan verəcək. Yəni sərnişinlər üçün həm 90 günədək əvvəlcədən bilet almaq imkanı, həm də gələcəkdə əlavə qatar reysinin istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycanda quru sərhədlərin bağlı qalması ilə bağlı müzakirələr davam edir. Xüsusilə minik avtomobilləri ilə ölkədən çıxışa qoyulan məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı əsas suallardan biri olaraq qalır. Siyasi şərhçi Cavanşir Abbaslı'nın sözlərinə görə, bu ilin sonuna qədər quru sərhədlərin tam açılması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilmir. Onun fikrincə, regionda davam edən geosiyasi proseslər, İran ətrafındakı vəziyyət və Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanmaması bu məsələyə təsir edən əsas amillərdəndir. Ekspert hesab edir ki, yaxın aylarda İran ətrafındakı gərginlikdə müəyyən səngimə baş verə bilər. Bununla belə sərhədlərin açılması ilə bağlı qərarın təhlükəsizlik vəziyyətindən asılı olacağını bildirir ekspert və siyasi şərhçi xüsusilə xəstələr və azyaşlı uşaqlar üçün mövcud məhdudiyyətlərin qismən aradan qaldırılması təklifinin də səsləndirildiyini qeyd edibdir. Minik avtomobilləri ilə sərhəddən keçid məsələsinə gəlincə, onun fikrincə bu istiqamətdə yaxın perspektivdə tam açılış real görülmür.
Səbəblərdən biri də Azərbaycanda avtomobillərin sayının yüksək olması və sərhədlərin açılması ilə xarici avtomobil axınının əhəmiyyətli dərəcədə artacağı ehtimalıdır. Bununla belə ekspert quru sərhədlərin uzun illər bağlı qalacağını düşünmür. Onun proqnozuna görə gələn il quru sərhədlərlə bağlı müəyyən qərarların qəbul edilməsi mümkündür. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayan Novosti Azərbaycanın Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşəndək sağ olun, salamat qalın.